Salam, bu videoda sizə tur paket bölməsində satış əməliyyatının necə aparıldığını addım-addım izah edəcəyik. Əvvəlcə tur paket bölməsinə daxil olun və plus tur paket düyməsinə klikləyin. İlk olaraq müştəri menyusuna nəzər salaq. Əgər müştəri artıq sistemdə varsa, siyahıdan sadəcə seçirik. Əgər yeni müştəridirsə, plus düyməsinə klikləyərək əlavə edə bilərsiniz. Burada müştərinin bütün məlumatlarını, ad, soyad, əlaqə nömrəsi, pasport detalları, doğum tarixi və digər vacib məlumatları daxil edə bilərsiniz. Müştəri əlavə edildikdən sonra siyahıya düşür və gələcək əməliyyatlarda oradan seçilə bilər. Daha sonra valyuta, satış tarixi və əgər ödəniş tam alınmayıbsa, müştərinin son ödəniş tarixi, deadline hissələrini doldururuq. Ardınca personal bölməsində satışı həyata keçirən əməkdaşı seçirik. Bu, əməliyyatın kim tərəfindən aparıldığını sistemdə qeyd edir. Sonra təchizatçı bölməsinə keçirik. Əgər təchizatçı artıq siyahıdadırsa, onu sadəcə seçin. Yeni təchizatçını əlavə etmək üçün plus düyməsinə klikləyin. Daha sonra otaq tipi, qalma tarixləri, alış qiyməti və satış qiymətini daxil edirik. İndi isə tur paket bölməsinə xas olan iki əlavə hissəyə baxaq. Burada sistem qiyməti və sistem komissiyası sahələri mövcuddur. Əgər bu tur paket sistem üzərindən alınırsa və sistem sizdən müəyyən komissiya tutur, həmin komissiyanı bu sahədə qeyd edə bilərsiniz. Sistem qiyməti tur paketinin bazadakı dəyəridir. Sistem komissiyası isə sizdən tutulan faizdir. Sistem avtomatik olaraq bu komissiyanı hesablayacaq və xalis alış məbləğini göstərəcək. Açıqlama hissəsində müştərinin bilməli olduğu bütün məlumatları yaza bilərsiniz. Məsələn, xidmətlər, tarixlər və ya qeydlər. Eyni zamanda qonaq adlarını da bu hissədə qeyd etmək mümkündür. Bütün məlumatlar tamamlandıqdan sonra müştəri ödənişi bölməsinə keçirik. Burada müştərinin ödənişi hansı kassaya etdiyini seçirik və müştərinin ödədiyi məbləği mədaxil edirik.